Hər dəfə dəyərlərdən danışarkən ağlıma Alyaska haqqında hekayə gəlir. 1867-ci ildə Rusiya Alyaskanı 7,2 milyon dollara ABŞ-a satdı. Rusiya Alyaskanı bu qədər ucuz qiymətə satdı. İnsanlar onu qış boyu donmuş yararsız torpaq kimi düşünürdülər. Onlar buranı kimsəsiz və yararsız bir torpaq kimi hesab edirdilər. Lakin torpaq satılandan 13 il sonra ABŞ orada 300 milyon dollar dəyərində qızılın bastırıldığını aşkar etdi. Onda Alyaskada təkcə qızıl var idi. Yox. İndi onlar o qədər böyük miqdarda neftin olduğunu kəşf ediblər ki, ona qiymət qoya bilmirlər. Bundan əlavə, müxtəlif sənaye sahələrində getdikcə daha çox əhəmiyyət kəsb edən geniş LPG və LNG yataqları mövcuddur. Bundan əlavə, Alyaskada manqan, nikel və müxtəlif digər yeraltı sərvətlər mövcuddur. Belə ki, insanlar deyirlər ki, bütün bu şeylərin nə qədər dəyərində olduğunu pul ilə təxmin etmək mümkün deyil. Bu son deyil. Alyaska sahillərində hər cür balıq mövcuddur. Başqa ölkələr oradan balıq tuta bilməz. ABŞ-ın ərazi sularına daxildir. Üstəlik, başqaları hava məkanı üzərindən uçmaq istədikdə ABŞ-dan icazə almalıdırlar. İcazə almaq üçün müəyyən şərtlər olmalıdır. Sizə bu qədər pul verəcəyik. Zəhmət olmasa, mənə hava məkanı üzərində uçmağa icazə verin. Digərləri ödənişi ödəməli olacaqlar. Bunları tədqiq etdikdə görürük ki, Rusiya sadəcə qarşılarında olan faktiki pula baxıb. İçində gizlənən torpağın dəyərinə baxmayıb. Bilirsiniz, niyə sizə bu sözləri deyirəm? Şənbə günü və bugün saxladığımız digər bayramlar kimi yeni əhdin böyük dəyəri var, lakin dünyadakı insanlar bunu hələ də görmürlər. Bu, Allahın qanını tökərək qurduğu mirasıdır. O, taxtını geridə qoyub, övladlarına bunu bəxş etmək üçün bu dünyaya bədəndə gəldi. Beləliklə, bu, nə qədər dəyər ehtiva edir? Onun dəyəri həqiqətən də təsvir olunmazdır. İnsanların gözündə yalnız buzu görürlər. Bununla belə, biz orada gizlənmiş 10 minlərlə xəzinəni açıq şəkildə görə bilərik. Şənbə günü qızıl və gümüşdən, pasxa isə almazdan daha qiymətlidir. Onlar heç bir şeylə müqayisə edilə bilməyən səmavi xəzinələrdir. Ona görə də Allah bunu bizə irs olaraq verib. O, ölümündən əvvəl öz iradəsini buraxmadımı? O, bizdən yeni əhdə mütləq əməl etməyimizi xahiş etdi. Pasxa günündə çarmıqda ölməzdən bir gün əvvəl isə dedi: Mən bu pasxanı sizinlə yeməyi çox arzulayırdım. Yalnız onun səmimi sözləri ilə onun dəyərinin sirri ölçüyə gəlməzdir və başa düşülməyəcək qədər böyükdür.